və həmçinin bu yaş həddində, bu mərhələdə baş verən şeylərdən birisi də uşaqların daha çox əylənməyə, zarafat və yüksək səslə gülməyi sevmələridir. Bu yaş, bu mərhələdə gənclər əylənməyi sevirlər və həmçinin zarafatı sevirlər. Zarafatı da güldüyü zamanda, yəni qəhqəhə ilə, yüksək səslə gülməyi sevirlər. Şübhəsiz ki, bu bəyənilən tərəflər olsa da bunun, amma müəyyən hədlər çərçivəsindədir o da. Amma çox dəfə belə hallar bəyənilmir. Məsələn, ictimaiyyətdə, cəmaət içərisində yersiz zarafatların edilməsi, bərk səslə gülmək, əlbəttə ki, bu hamısı ədəb-əxlaq dairəsindən qıraq olan şeylərdir. Belə halda deyir ki, necə doğru düzgün şəkildə onlarla müamilə edib, doğru düzgün formada onu xeyrə yönəltməyə çalışa bilərik. Deyir ki, onlara nəyi göstərmək lazımdır? Sən çalış ki, onlar güldüyü zaman, əyləndiyi zaman, sən də onlarla əylənəsən, güləsən. Yəni sanki onlarla bərabər gülürmüş kimi, əylənilmiş kimi özünü göstərəsən. Bununla yanaşı gözəl şəkildə onlardan tələb etmək ki, güldüyünüz zaman asta səslə gülün və bu zarafatları etdiyi zaman bu qaydalarına diqqət yetirin və bu yerlərdə bu sözlər deyilməli deyil, bu yerlərdə bu hərəkətlər edilməli deyil. Bu da nə vaxt edilir? Birdən-birə yəni onlarla kobud davranaraq bunu etmə, bu doğru deyil, qışqır bağırla yox. Əksinə, bilirsən ki, bu yaş mərhələsində bu baş verəcək. Bununla yanaşı gözəl şəkildə nəsihət etmək ki, hətta yersiz yerdə zarafat etməsinlər, yersiz yerdə əylənməsinlər və yersiz yerdə bərk səslə gülməsinlər, gülümsəməsinlər. İnsanlara belə şeylərlə əziyyət verməsinlər. Yəni gözəl şəkildə olarsa, onlar sənə nəsihət qəbul edər və doğru düzgün şəkildə onları tərbiyə etmiş olarsan.